isə incilirik. Niyə isə incilirik onu. Deyirəm axı, psixolojamın yaxşı olmadığı dönəmlərdən keçirdim. Davranışlarımı itirmişdim. Nə etdiyimi bilmirdim. Həqiqətən də əsəblərim korlanmışdı. Mən ondan sonra müalicə almışam. Ondan sonra müalicə almışam da yəni. Amma nə fayda? Nə fayda? Yəni, məsələn, keçmişdəki şeyləri düzəldə bilmirəm ki. Boynunuza alın. İndi baxıram, yaxşı deyilsiniz. Yox, estağfurullah. Əvvəlkinə baxanda qat-qat yaxşı. Yox, vallahi. Nə bilim, İraniya. Nə bilim, vallahi. Yəni, şəxsi məlumatlarını burada danışmana görə dedim. İndi diqqət edirəm də nəyə danışıram. Yəni, o qədər də əslində şəxsidir, amma danışırıq da, söhbət edirik də. O qədər məşhur insanlar var ki, məsələn, baxırsan ki, məsələn, keçmiş sevgilisindən söhbət edir, yəni münasibətdən söhbət edir. Mən də hər şey açıb danışmıram ki. Amma yenə də özüm bilərsən, çox sağ ol, minnətdaram. Baxın, elə bir həyəcanlı kimi olursunuz ara sıra. Yox, həyəcanlı deyiləm. Axşamınız xeyir olsun. Hər vaxtın xeyir olsun, ağa. Hoş gəldin. Danışın. Yaxşı, İranə. İranə, mən bilirəm sən məni qısqanmırsan. Bəlkə də yanlış düşünürəm. Bəlkə də bəzən məni qısqandığını düşünürəm. Amma bilirsən də sən məni qısqanmalı deyilsən. Necə ki, mən səni qısqanmıram kiməsə, sən də məni qısqanmalı deyilsən. Tamam, okey. Yəni, heç kəs məni, ümumiyyətlə deyirəm, heç kəs məni qısqanmamalıdır. Mən yayımçıyam, siz də izləyicisiniz. Bu qədər. Narahat etmədim ki, yox qaqaş, yox. İndi deyil, arada olur sizdə. Siz mənə nə vaxt tanıdınız ki, nə vaxt gördünüz ki, yəni, buna necə qərar verdiniz? Vallahi qısqanmıram. Tamam, okey. Ola bilər, mən yanlış düşünürəm, ola bilər, okey. Bu işin zəif yanarı. Yanmasa ondan yaxşıdır. Baxan kimi üzünüzdən bilinir. Minnətdaram. Çox sağ olun, məlumatı verdiyiniz üçün. Allah razı olsun. İroş, heç söhbət eləmirsən. Nə məsələdir İroş? Nə olub sənə? Ciddi deyirəm. Başa düşdüm. Sənə görə dedim ki, şəxsi məlumatlarını burada danışma, amma sən dedin, çox şey danışmıram burada. Mən də bağladım söhbət. Все, okey. Oldu, problem yox. Okey. Başa düşdüm Zəhra xanım. Başa düşdüm. Neyniyim bəs indi mən? Gedim psikolog yanına. Ola bilər də insan kənardan özünü görə bilmir ki. Bəzən qıraqdakı insan sənə elədiyin hərəkətləri, elədiyin səhvləri, məsələn, bəzən hansısa yerdə, məsələn, normal özünü apara bilmirsənsə, məsələn, səni özündən çox ətrafını daha yaxşı görür. Amma qısqanmıram, ağıllanmışam. Yəni, qısqanmaq dəlilikdir, qısqanmamaq ağıllı olmaqdır. Çox həyəcanlı olanda çox danışırsınız, elə deyil. Bilmirəm. Dəqiq psixologdur. Bilmirəm.
Güləsiz söhbət yoxdur axı. Gülməli söhbət var burada, gülüm. Nəyə gülüm? Öz-özümə gülüm, öz-özümə danışım gülüm. Gülməli söhbət olmalıdır da burada. Mən stand-up eləmirəm ki. Mən kanalı stand-up eləmək üçün açmamışam. Mən kanalı kimsə güldürmək üçün açmamışam. Vallah bu kanal kimsə güldürmək üçün açılmıyor. Bu canlı yayın kimsə güldürmək üçün açılmıyor. Yəni, mən heç kəsi burada güldürmək kimi bir vəzifəm yoxdur. Söhbət olar, maraqlı söhbət eləyərsiniz, danışaram, gülərəm. Amma hal-hazırda durub mən kimsə güldürməli deyiləm də yəni. Mənim kanalımın teması bu deyil. Content bu deyil. Mən canlı yayımı kimsə güldürmək üçün açmıram. Tamam, başa düşdün? Açıram ki, canlı yayımı söhbət eləyib, danışaq, dərdləşək, yeri gəldiğində gülək.